gələcək, o zamanə gələcək. İnsanlar valla öz seanslarını, terapiyalarını keçməli olacaqlar evlənməmişdən önce. Elə bir zamanə gələcək haçansa. Çünki yenə də neçə dəfə demişəm bunu canlılarda. Yəni nədən çoxlu o boşanmalar, yəni uşaqlar biri anasız böyürlər, elə uşaqlar var atasız. Nədən? Çünki yetkin olmayan insanlardılar, evlənirlər. Ya atadır, ya anadır, tam yetkinləşməyib hələ. Hələ böyük daxildə bu bir şəxsiyyət kimi bu hələ yetişməyib. Uşaq olaraq hələ emosional olaraq bu uşaqdır. Və onun evlənməsi böyük hələ riskdir də. Evlənən cütlüklər çoxdur, hə? Amma o 10 dana cütlükdən məsələn evliliyə hazır ola bilər, tutalım da 5-i. Geri qalanlar istəyirlər sadəcə ailələri olsun. İstəyirlər hamı kimi, hə, onların da ailəsi olsun, evladları olsun, bir yuvaları olsun. İstək başqa şeydir, amma hazır olmaq tam başqa bir şeydir. Ona görə bax burada reallığı dəyərləndirmək, reallığı düzgün dəyərləndirmək, düzgün test etmək bacarığı hər insanda yoxdur. Real özünü dəyərləndirmək bacarığı insanlarda az olduğu halda həyatlarında bu belə darmadağın bir şeylər baş verir də sonra nələrsə dağılır, heç olur. Çünki düzgün dəyərləndirmə yoxdur. Özünü, bilirsiniz necə, yenə də istəklə hazır olmağı qarışdırırlar. Yəni o deyirlər, çox şey istəyə bilərsən. İnsan çox şey istəyə bilər. Amma istəmək bəs etməməlidir.